Təsəvvür et ki, sən böyük, möhtəşəm bir ziyafətdəsən. Masanın üstü belə ən ləziz, ən qeyri-adi yeməklərlə doludur. Dünyanın hər yerindən gətirilib, yəni. Hə, qızardılmış ətlər, egzotik meyvələr, şirniyyatlar, nələr-nələr. Ay sağ ol. Sən də bir boşqab götürürsən, o yeməklərin hərəsindən biraz qoyursan içinə. Boşqab o qədər doludur ki, az qala kənarlarından daşacaq. Amma, bax burası maraqlıdır, heç birinin dadına baxmırsan. Heç çeynəmirsən belə. Düzdür, heç şey eləmirsən. Sadəcə o dolu boşqabı əlində tutub, zaldakı o biri insanlara göstərərək qürurla gəzirsən. Özünü elə aparırsan ki, sanki o yemək sənə enerji verir. Amma əslində sən sadəcə, baxın, mənim də yeməyim var, mən də bu ziyafətin bir hissəsiyəm mesajını verməyə çalışırsan. Yəni, o ləziz taamların sadəcə ən gözəl bucaqdan şəklini çəkib kənara qoyursan da. Bu senari bizə çox tanışdır əslində. Tamamilə. O qidanın əsl dadının necə olduğu, tərkibindəki vitaminlərin sənin bədənini necə bəsləyəcəyi, sənin üçün zərrə qədər də əhəmiyyət kəsb etmir axı orada. Heç vecinə də deyil. Bəli. Bütün diqqətin o yeməyin sənin əlində digərlərinə necə görünməsinə yönəlib. Yəni, qida burada təyinatı üzrə yox, sadəcə sosial bir alət, belə deyək də, bir bəzək əşyası kimi istifadə olunur. Çox qəribə mənzərədir, düzdür. Hətta, yəni, kifayət qədər absurd mənzərədir. Kənardan baxan kimsə sənin acından öldüyünü, amma əlindəki yeməyi yeməməkdə inad etdiyini görsə, yəqin düşünər ki, sən ağlını itirmisən. Əlbəttə, kənardan elə görünür. Amma məsələ burasındadır ki, biz bunu hər gün, yəni bəlkə də hər saat edirik. Düzdür, fiziki qida ilə yox. Amma müasir dünyada ən azı qida qədər həyati əhəmiyyət daşıyan başqa bir şeylə edirik bunu. İnformasiya ilə. Aha, informasiya ilə. Daha dəqiq desək, oxuduğumuz mətnlərlə, xəbərlərlə, məqalə və kitablarla. Çox vaxt bizə elə gəlir ki, oxumaq sadəcə gözlərimizi sətirlər üzərində gəzdirib hərfləri sözlərə çevirməkdir. Amma bugünkü dərin təhlilimizin məqsədi məhz bu prosesin o görünməyən, bəlkə də özümüzə etiraf etməkdən qorxduğumuz qaranlıq dərinliklərinə enməkdir. Düzdür. Yəni, biz həqiqətən niyə oxuyuruq? Hansısa bir mətni dərk etmək üçün, yoxsa sadəcə o, bayaq dediyimiz ziyafətdəki boşqabı doldurub başqalarına nümayiş etdirmək üçün? Bugünkü söhbətimizin əsas missiyası budur. Çox gözəl giriş oldu. Bilirsən, bu sualın arxasında yatan psixoloji mexanizmləri anlamaq üçün bugün masamızda olduqca maraqlı bir mənbə var. Vahid Rızayevin Var olandan var olmuşuq kitabından bir çıxarışdır bu. Hə, çox qısa bir mətn hissəsidir, elə deyil? Bəli, kiçikdir, amma insan psixologiyasını, necə deyərlər, cərrah dəqiqliyi ilə yarıb göstərir. Müəllif oxumaq prosesini 4 fərqli səviyyəyə bölür. Və bu təsnifat əslində bizim bugünkü informasiya istehlakı vərdişlərimizin, beynimizin məlumatı necə və niyə emal etməsinin tam çox dəqiq bir xəritəsidir. Aydındır. Yəni, biz informasiya bolluğu içində boğulduğumuz bir dövrdə yaşayırıq. Cibimizdəki telefonlar hər saniyə diqqətimizi oğurlamaq üçün bizə bildirişlər zad göndərir. Hər saniyə, bəli. Belə bir xaosda sənin nə oxumağın artıq o qədər də fərq yaratmır. Çünki onsuz da hamının eyni məlumat bazasına çıxışı var axı. Hamı eyni internetə girir. Əsas məsələ sənin o məlumatı necə və ən əsası hansı məqsədini oxumağındır. Tam olaraq. Bu xəritəyə, yəni mənbəyə baxanda görürük ki, ən çox vaxt keçirdiyimiz yer əslində ən səthi qatdır. Vahid Rızayev birinci səviyyəni belə təsvir edir. Deyir ki, ümumi xəbər maraq üçün, mən də oxumuşam demək üçün oxuyuruq. Birinci səviyyə budur. İkinci səviyyə isə bunun biraz daha, necə deyim, səsli versiyasıdır. Danışmaq üçün, müxtəlif mövzu üçün, danışıb vaxt keçirtmək üçün, xəbərim var, varaqlamışam demək üçün. Yəni, biz mətni anlamaq üçün yox, sırf bu məqsədlərlə oxuyuruq. Bax, burada diqqət yetirməli olduğumuz ən əsas məqam bu hərəkətlərin arxasında dayanan, yəni bioloji və təkamülə əsaslanan səbəblərdir. Biz niyə beynimizi sadəcə başlıqları oxumağa, varaqlamağa bu qədər meyilli etmişik? Hə, niyə axı? Yəni, biz dərindən oxuya bilərik, amma başlıqları sürüşdürüb keçirik. Niyə belədir? Çünki 10 minlərlə il əvvəl biz qəbilə şəklində yaşayarkən, qrupun bildiyi məlumatdan xəbərsiz qalmaq faktiki olaraq ölümə bərabər idi. Vay, həqiqət. Əlbəttə. Yəni, təhlükə barədə xəbərin yoxdursa, ovun harada olduğunu bilmirsənsə, qəbilədən kənarlaşdırılırdın. Kənarda da səni nə gözləyir?
Yırtıcılar, aclıq. Acından ölmək, hə. Ay, sağ ol. İndi düzdür, o yırtıcılar və qəbilə ocaqları yoxdur ofisdə və ya evdə. Amma beynimizin o sosial sağ-qalma instinkti hələ də eyni cür işləyir. Dostların son günlərin məşhur kitabı barədə ya da hansısa bir skandal məqalə barədə danışanda, sən o mətni bilik əldə etmək üçün oxumursan axı. Sən o qəbilənin bir hissəsi olaraq qalmaq üçün onu sürətlə gözdən keçirirsən. Yəni ki, mənim hər hansı bir xəbər lentini tutaq ki, sosial şəbəkədə saatlarla, amma heç nəyə diqqət yetirmədən sürüşdürməyimin əsas səbəbi informasiyaya olan aclığım zad deyil. Bu, mənim sosial qorxumdur. Mən kənarda qala bilmərəm vahiməsidir. Tamamilə. FOMO deyirlər buna ingiliscədə. Xəbərsiz qalmaq qorxusu. Bilirsən, bu əslində çox kədərli bir mənzərədir. Biz oxumaq kimi möhtəşəm bir zehni fəaliyyəti sadəcə sosial qalxan kimi istifadə edirik, qorunmaq üçün. Mətndəki sözlərin heç birində daxili bir intellektual aclıq axtarmırıq axı. Motivasiya 100% xaricidir burada. Bəli, xaricidir. Kimsə soruşanda, hə, xəbərim var, mən də oxumuşum, deyə bilmək üçün verilən ən minimal reaksiyadır. Bayaqki restoran analogiyasına qayıtsaq, biz mətni qidalanmaq üçün deyil, sosial şəbəkədə yerimizi təsdiqləmək üçün istifadə edirik. Və bu instinkt, belə deyək də, bizi məlumatla çox səthi, hətta deyərdim ki, tamam süni bir tamasa məcbur edir. Birinci və ikinci səviyyədə sən məlumatı daxilinə buraxmırsan. Hə, səthdə qalır. Səthdə qalır. Onu sadəcə dilinin ucunda, qısa müddətli yaddaşında saxlayırsan ki, o sosial mühitdə sükut yarananda sükutu pozmaq üçün kiməsə tərəf ata biləsən. Mənbədə danışıb vaxt keçirmək üçün ifadəsi heç də təsadüfən seçilməyib. Hə, doğrudan. Sosial yöndəmsizliyi, yəni insanların bir-birinə deyəcək söz tapmaması anındakı o narahatlığı aradan qaldırmaq üçün bizə bir material lazımdır. Və o kitab, o dərin məqalə sadəcə həmən sükut boşluğunu dolduran ucuz bir vasitəyə çevrilir. Çox ucuz bir şey olur. Bəli. Amma bilirsən, maraqlısı nədir? Beynimiz bu prosesdən xüsusi bir mükafat alır. Hər dəfə sən mən də bilirəm deyəndə beyninə kiçik bir dopamin ifraz olunur. Biz zəhmət çəkmədən, dərinə getmədən cəmiyyət içində status qazanmış oluruq. Dopamin ifraz olunur, hə. Amma bu dopamin tələsi, bu daimi status qoruma oyunu adamı əldən salır axı bir yerdən sonra. Təbii ki, yorur. Davamlı olaraq hər şeydən xəbərdar olmağa çalışmaq, hər mövzuda vizit kartı kimi bir cümlə əzbərləmək insanı mənəvi cəhətdən tükədir məncə. Sən həqiqətən heç nəyə sahib olmadığını daxilən, alt şuurda bilirsən. Özünü aldada bilmirsən, hə? Bəli, hər şey səthdədir, heç nə sənin bir parçana çevrilmir və mənə elə gəlir ki, məhz bu daxili boşluq hissi var ha, o saxtakarlıqdan yaranan yorğunluq, bax bu bizi növbəti dayanacağa məcbur edir. Biz o xarici təsdiq ehtiyacından qaçıb, həqiqətən nələrisə anlamaq üçün üçüncü səviyyəyə keçirik. Çox doğru vurğuladın. Bu keçid əslində insanın xarici dünyadan öz daxili dünyasına dönüşüdür. Vahid Rzayev üçüncü səviyyəni məhz bilmək, öyrənmək üçün oxumaq kimi təqdim edir. Yəni artıq öyrənmək istəyirik. Bəli, burada cəmiyyətin, dostların sənin nə oxuduğunu bilməsinə ehtiyac qalmır. Sən mətni tək başına, faktları toplamaq, hansısa prosesin mexanizmini mənimsəmək üçün oxuyursan. Bu mərhələ egonun, o nümayişin arxa plana keçdiyi və sənin intellektual bazanın inşa edildiyi yerdir. Bir dəqiqə, bax burada mənim üçün çox ciddi bir paradoks yaranır. Sən də razılaşarsan, bizə həmişə deyiblər ki, məktəbə getmək, universitetdə o qalın-qalın kitabları əzbərləmək, işdə tutaq ki, təlimatları mənimsəmək, yəni öyrənmək və bilmək insan inkişafının ən ali, ən yüksək nöqtəsidir. Bəli, standart yanaşma budur. Bütün təhsil sistemimiz, ətrafımız, faktları öyrənmək və imtahanda onları təkrarlamaq üzərində qurulub axı. Əgər biz bütün ömrümüzü bilmək və öyrənmək üçün sərf ediriksə, o zaman niyə müəllif bunu qlobal mənada ən yüksək zirvə, 4-cü səviyyə kimi təqdim etmir? Niyə öyrənmək və bilmək kifayət deyil? Bax, bu çox dərin sualdır. Sənin o qeyd etdiyin təhsil sistemi məsələsi əslində elə problemin tam mərkəzidir. Sənaye inqilabından bəri qurulan məktəb və universitet modelləri insanları sadəcə, necə deyərlər, bir məlumat anbarı kimi hazırlamağa proqramlaşdırılıb. Hə, robot kimi. Ay, sağ ol. Sənə faktlar verilir,
Sən onları yaddaşına yazırsan və lazım gələndə oradan çıxarıb istifadə edirsən. Amma bilmək və öyrənmək çox vaxt hələ də passiv bir arxivləşdirmə prosesidir. Yəni, mən sadəcə toplayıram. Bəli, məsələn, sən Parisin Fransanın paytaxtı olduğunu bilirsən. Cazibə qüvvəsinin necə hesablandığını öyrənmişəm. Bütün bunlar sənin beynindəki rəflərə belə səliqə ilə düzülmüş kitablardır, qovluqlardır. Sən çox zəngin bir arxivşünas ola bilərsən, bu əladır. Amma arxivşünas olmaq hələ o məlumatları yaşamaq demək deyil axı. Başa düşdüm. Deməli, mən informasiyanı toplayıram, amma onunla heç bir fəal reaksiyaya, interaksiyaya girmirəm. Tam olaraq. Məsələn, düşünək ki, mən bütün antik fəlsəfəni, stoaçılığı, Marka Avrelini oxuyub sətir-bə-sətir əzbərləyə bilərəm. Bu 3-cü səviyyədir də, mən öyrənmişəm, bilirəm. Hə, sən faktları bilirsən. Amma səhər tıxacda kimsə mənim yolumu kəsəndə mən əsəbdən özümü itirirəmsə, o oxuduğum fəlsəfəni mənə heç bir xeyli toxumayıb axı. Mən o məlumatı bilirəm, amma o məlumat mən deyiləm. Çox gözəl misaldır. Bilirsən mənə nəyi xatırladır? Musiqi öyrənməyi. Təsəvvür et ki, sən Beethovenin o məşhur Ay sonatasının notlarını kağız üzərindən əzbərləmisən. Məndən soruşsan, mən sənə dəqiq deyə bilərəm ki, 3-cü ölçüdə hansı notaya basmaq lazımdır, temp necə olmalıdır. Mən əsəri texniki olaraq gözəl bilirəm. Amma bu səhifədəki o qara işarələrdən başqa bir şey deyil mənim üçün. Düzdür, çox gözəl yanaşmadır. Notları bilmək məhz 3-cü səviyyədir. Bəs səncə onu 4-cü səviyyəyə qaldıran nə olar bu ssenaridə? Məncə 4-cü səviyyə olar ki, mən o not kağızını kənara qoyum, keçim pianonun arxasına, barmaqlarımı dillərə toxundurum və o musiqinin kədərini, o ehtirasını, çırpıntısını öz içimdə hiss edərək ifa edim. O musiqi artıq kağızdakı mürəkkəb deyil, mənim barmaqlarımın ucundan qopan bir hissəyə, mənim öz duyğuma çevrilir onda. Möhtəşəm. Mən artıq sanatanı bilmirəm, mən sanatanı yaşayıram, onu ifa edirəm. Əslində 4-cü səviyyədə biz oxuduğumuz hər mətnlə, hər fəlsəfə və elmi faktla bunu etməliyik deyəsən. Amma bir sualım var, biz bunu zehni olaraq necə edirik? Yəni beynimizdə bu proses necə baş verir? Bax, bunun üçün gəl Vahid Rızayevin 4-cü səviyyə üçün qurduğu cümləyə qaydaq. Xüsusən də onun seçdiyi feillərin ardıcıllığına diqqət edək. O yazır ki, araşdırmaq, aydınlaşdırmaq, bilmək, dərk etmək, faydalanmaq, təcrübələnmək üçün oxunar. 6 dənə feil saydı orada, hə? Bəli, sən o musiqi ifasında etdiyin daxili alma prosesi mətndə məhz bu mərhələlərlə baş verir. İlk olaraq müəllif deyir araşdırmaq və aydınlaşdırmaq. Yəni sən qarşına qoyulan mətni, o sənə verilən faktı mütləq həqiqət kimi kör-körana qəbul etmirsən. Şübhə edirəm, sual verirəm. Ay sağ ol, şübhə edirsən. Müəllif bunu niyə deyir? Mənim indiyə qədər inandığım doğrularla bu necə səsləşir? Kimi suallar verirsən? Sən mətnin qarşısında pasiv oxucu olmaqdan çıxırsan, yazarın ideyaları ilə, necə deyərlər, güləşməyə başlayırsan beynində. Bu sözləri dinlədikcə içimdə bir şey tam aydınlaşır. Bilirsən, bu səviyyədə oxumaq niyə bu qədər az rast gəlinən bir şeydir? Niyə? Çünki bu qorxunc dərəcədə çətindir, yorucudur. Müəllif ardınca dərk etmək deyir. Dərk etmək əslində sənin öyrəndiyin o yeni məlumatın beynindəki köhnə arxitekturanı, köhnə inancları dağıdıb, yerinə tam yenisini qurmasıdır axı. Tamamilə elədir. Təsəvvür et, sən illərlə bir şeyə inanmısan, doğru bildiyin bir həqiqət var, sonra bir kitab oxuyursan, onu dərk edirsən və bütün dünya görüşün, reallığın alt-üst olur. Bu həm də, yəni mən elə gəlir ki, fiziki və zehni bir ağrıdır, elə deyilmi? Elmi olaraq tamamilə elədir. İnsanın bioloji təməli enerjini qorumağa əsaslanır onsuz da. Yeni bir şeyi dərk etmək, onu təhlil etmək və tənqidi düşünmək beyində çox kəskin şəkildə glukoza və oksigen tələb edir. Beyin enerji xərcləyir. Bəli, neuroplastiklik prosesi baş verir. Yəni, beynin yeni sinapslar, yeni yollar yaratması ciddi enerji sərfi tələb edən və bioloji olaraq narahatlıq yaradan bir prosesdir. Bizim beynimiz də tənbəldir, bu kognitiv yükdən qaçmağa proqramlaşıb. Hə, yorulmaq istəmir. Ona görə də biz çox vaxt asan yolu 1-ci və 2-ci səviyyəni, yəni o bayaq dediyimiz varaqlamağı seçirik. Enerji itirmədən, köhnə inanclarımızı sındırmadan sadəcə qısa bir dopamin atəşi ilə kifayətlənirik. Amma sən dərk edib, o zəncirin sonuna faydalanmaq və təcrübələnmək mərhələsinə çatanda artıq hər şey dəyişir.
Bax, o təcrübələnmək sözü bu həqiqətən də inqilabi bir sözdür. Oxuduğun mətnin sənin təcrübənə çevrilməsi. Yəni, mən başqa bir insanın, bəlkə də məndən 100 illər əvvəl yaşamış bir yazarın çəkdiyi o əziyyəti, gəldiyi nəticəni o qədər dərindən mənimsəyirəm ki, o səhvləri təkrar etmədən sanki mən özüm o həyatı yaşamış oluram. Bax, əsl oxumaq budur. Danunat mənim daxilimə sızır, qərarlarıma, dünyaya baxış bucağıma, insanlara davranış şəklimə birbaşa təsir edir. Sən bir məqaləni və ya kitabı oxuyub bitirəndə artıq ona başlayan adam deyilsən. Tamam, başqa, bəlkə də daha inkişaf etmiş bir versiyanına çevrilmisən. O qara hərflər, necə deyim, sənin qanına, mənliyinə qarışıb. Bura qədər gəldiyimiz yolu analiz etsək, mənzərə çox aydın görünür məncə. Biz gün ərzində fərqli mətnlər qarşısında fərqli rejimdə çalışırıq. Hə, fərqli. Bəzən sosial ehtiyaclarımızdan irəli gələrək, özümüzü trenddə saxlamaq üçün, mən də bilirəm demək üçün sırf vitrin xarakterli səthi oxuyuruq. Bu elə birinci və ikinci səviyyədir. Dostlarla danışmağa mövzu olsun deyə. Ay sağ ol. Bəzən işimiz, təhsilimiz tələb etdiyi üçün, sırf faktları, məlumatları depolamaq üçün üçüncü səviyyədə arxivşünas kimi oxuyuruq. Amma çox nadir hallarda, bəlkə də insanın ən aydınlanmış anlarında biz o mətnin içinə giririk. Onunla mübarizə aparır, köhnə fikirlərimizi məhv edir və mətnin ideyasını özümüzün həyati təcrübəmizə çeviririk. Bu isə o məşəqqətli, amma əvəzsiz dördüncü səviyyədir. Tamamilə. Yəni, Vahid Rızayevin bu kiçik, cəmi 4 cümləlik bölgüsü əslində bizim avtopilotla yaşamaqla şuurlu yaşamaq arasındakı seçimimizi ayna tutur. Düzdür. Və bu aynaya baxdıqca mənim yadıma bayaqki o girişdəki ziyafət masası düşür. Əslində, oxumaq sadəcə gözləri sətirlər üzərində qaçırmaq deyil axı. Oxumaq sənin dünya ilə, səni əhatə edən reallıqla və ən əsası öz daxili məninlə qurduğu münasibətin ən çılpaq formasıdır. Bəli, elədir. Təbii ki, yəni mən bunu da anlayıram. Bu qədər sürətli, xaotik, hər yerdən informasiya yağan bir dövrdə hər qarşımıza çıxan postu, xəbəri dördüncü səviyyədə analiz edib təcrübələnmək absurd olardı. Buna heç birimizin zehni enerjisi çatmaz. Bəzən səthi informasiyaya səthi yanaşmaq lazımdır. Təbii ki, hər şeyi dərindən oxumaq olmaz. Amma təhlükə oradadır ki, biz həyatımızı dəyişdirə biləcək ən vacib kitabları, mühüm fəlsəfələri, həyati məqalələri də o tələskənliyin içində sadəcə birinci səviyyənin saxtalığı ilə oxuyub keçirik. Dərinliyə enməli olduğumuz yerdə sadəcə daya suda çabalayırıq. İndi mən istəyirəm ki, sən, hazırda bizi dinləyən sən, bugün oxuduğun istənilən bir mətni düşünəsən. Sən onu bu 4 pillənin hansında qəbul etdin? Həqiqətən təcrübələndin, yoxsa sadəcə boşqabına qoyub başqalarına göstərdin? Çox yerində verilmiş bir sualdır. Amma sənin bu sualın bizi çox qəribə və bəlkə də gələcəyimiz üçün biraz qorxuducu olan bir paradoksla baş-başa buraxır əslində. Necə yəni? Nə paradoks? Bax, biz bayaqdan qeyd edirik ki, 4-cü səviyyədə oxumaq, yəni məlumatı araşdırmaq, dərk etmək, müxtəlif kontekstlərlə əlaqələndirmək insandan çox böyük enerji tələb edir, düzdür? Hə, yorucudur, dedik. Amma digər tərəfdən texnologiya sürətlə inkişaf edir. Hazırda süni intellekt sistemləri minlərlə səhifəli məlumatı saniyələr içində oxuyur, təhlil edir, ən dərin əlaqələri tapır və o ideyaları sənin üçün sintez edir. Yəni, süni intellekt faktiki olaraq o çətin 4-cü səviyyənin zehni əziyyətini bizim əvəzimizə çəkir. Doğrudan ha, bu heç ağlıma gəlməmişdi. Bəs o zaman bizə nə qalır? Bəlkə də yaxın gələcəkdə biz insanlar o zehli tənbəlliyimizə tam təslim olub, əbədi olaraq 1-ci və 2-ci səviyyəyə məhkum olacağıq. Vay! Maşınlar bizim yerimizə ən dərin fəlsəfələri dərk edib həll edərkən, biz bəlkə də sadəcə onların hazırladığı qısa xülasələri sosial şəbəkələrdə mən də oxumuşam deyə paylaşan, o ziyafətdə sadəcə yeməyin şəklini çəkən bir kütləyə çevriləcəyik. Aman Allah! Bu fikrin özü belə adamı sarsıdır. Yəni, düşün ki, insanlıq olaraq bizim ən böyük gücümüz olan o dərk etmək və təcrübələnmək qabiliyyətimizi maşınlara təhvil veririk. Əgər doğrudan da belədirsə, deməli, bugün o mətni hansı səviyyədə oxumağı seçmək sadəcə bir oxu vərdişi deyil, həm də insan olaraq qalmaq mübarizəsidir. Düzdür, insanlığımızı qorumaqdır. Öz qiraət səviyyəni seçmək əslində insanlıq səviyyəni, varoluş dərinliyini seçmək deməkdir.
Mənə elə gəlir ki, bu sual sənin zehnində gələcək günlərdə xeyli əks-səda verəcək. Növbəti dəfə əlinə kitab alanda və ya ekranda hər hansı bir məqalə açanda kimin sənin özünün, yoxsa sadəcə sosial egonun oxuduğunu yoxlamağı unutma. Növbəti görüşümüzədək dərinliklərdə qalmağa çalış. Hələlik.